Salam, bugün mən Gülnar Ramudovanın Narıncı test kitabından passive voice, yəni məchul növ mövzusunu izah edəcəm. Gəlin baxaq birinci suala. Someone is ringing the doorbell. Kimsə qapının zəngini çalır. Biz bu cümlədə görürük ki, zamanımız indiki davam edici zamandadır. Is ringing. Ümumiyyətlə, davam edici zamanlar cümləyə being əlavə olunaraq dəyişilir. Baxırıq ki, cavablardan being olan yalnızca D variantında var. Ona görə də elə doğru cavabımız olacaq D variantı. İkinci sualda will not forget. Burada bizim xəbərimiz deməli will not forget-dir. Gələcək zamandadır bu və bilirik ki, gələcək zaman məchul növə çevrildiyi zaman ora be əlavə edirik. Yəni will not be. Cavablardan baxsaq əgər A variantında will be forgotten olub, yəni cümləni təsdiqə çeviriblər. Bu yanlışdır. B variantında won't be forgotten. Bu quruluş düzdür. Yəni B variantı doğrudur. C variantında will be not forgotten yox, will not be forgotten olmalıydı. Quruluşu səhvdir. D variantında the Armenians brutality will not be forgotten as yox. Əgər biz mübtədanı, yəni we-ni cümlənin sonunda vermək istəyiriksə, o zaman by as deməliyik, yəni bizim tərəfimizdən unutulmayacaq. Və Y variantında wouldn't veriblər. Artıq will-i would eləyiblər. Bu da yanlışdır. Will elə won't, yəni will not olaraq qalmalıydı. Bu da yanlış variantdır. B variantımız elə doğrudur. Üçüncü sualda the teacher read a sad story to us. Deməli, müəllim bizə kədərli bir hekayə oxudu. Kədərli bir hekayə müəllim tərəfindən bizə oxundu. Baxırıq. Teacher təbii ki, yenidən mübtəda kimi burada qala bilməz. Biz tamamlığı cümlənin əvvəlinə keçirməliyik. Yəni, oxudu nəyi? Kədərli hekayəni. A sad story cümlənin əvvəlinə keçməlidir. Və baxırıq ki, read hansı zamandadır? Əgər teacher read deyiriksə, bu keçmiş zamandadır. Çünki read, read oxumaq feili keçmiş zamanda, həmçinin üçüncü formasında da elə read olaraq qalırdı. Yazılışda heç bir fərqi yoxdur. Baxırıq ki, teacher read deyirsə, bu keçmiş zamandadır. Əgər teacher reads desəydi, feilin sonunda s olsaydı, bilərdik ki, bu indiki zamandadır. Lakin bu halda bu keçmiş zamanda verilmiş cümlədir. Keçmiş zamanda olduğu üçün biz ora keçmiş zamanın to be feilini əlavə etməliyik. Yəni, was, were. A sad story bizim mübtədamız olduğu üçün ondan sonra təbii ki, was gələcək. Yəni, A variantı buradan görürük ki, doğru cavabdır. A sad story was read to us by the teacher. Kədərli hekayə bizə müəllim tərəfindən oxundu. Baxın, C variantı has been yazılıb, olmaz. D-də və Y-də isə burada is, are indiki zamanda verilib. Bunlar da yanlışdır. Dördüncü suala baxırıq. The car hits a street light pole. The street light pole keçəcək cümlənin əvvəlinə. Çünki feildən, xəbərdən sonra gələn bizim tamamlığımızdır. Tamamlıq cümlənin əvvəlinə keçməlidir. Bütün variantlarda, Y variantından başqa hamısında cümlənin əvvəlinə keçib. Burası doğrudur. Baxırıq, indi zamanımızı müəyyən edək. The car hit. Hit feili də həmçinin read feili kimi üç forması da eynidir. Yəni, hit olaraq qalır. Bəzi belə feillərimiz də var idi. Put, set, cut. Eyni formada davam edirdi. Həmçində hit onlardan biridir. Və buradan biz bilirik ki, hit artıq keçmiş zamandadır. Əgər indiki zamanda olsaydı, mübtədamız car tək olduğu üçün feilin sonuna s yazmalıydı. Yəni, the car hits olsaydı, bu olacaqdı indiki zamanda. The car hit yazıldığı üçün keçmiş zamanı bildirir. Və baxırıq, burada A variantında is verilib. Yanlışdır, olmaz. C-də has been verilib, olmaz. Qaldı B və D variantında deməli were yoxsa was.
Təbii ki, the street light pole təkdədir. Yəni tək olduğu üçün biz ona v ilə deyə bilmərik. Was-la deyəcəyik. D variantı doğrudur. Mübtədamız tək olduğu üçün was yazırıq. 5-ci sualda a lot of money from the shop last Sunday. Last yəni keçən bazar günü. Keçmiş zamandadır. Artıq keçmiş zaman olduğu üçün keçmiş zamanın to be feili ağlımıza gəlir. Was were. Digər variantlar yanlışdır. Was were'nin işlənməsində ümumiyyətlə to be feili üstəgəl verb 3 deyirik də, participle 2. Yəni feillərin 3-cü cədvəli, 3-cü forması. Bin artırmırıq ora. Bin yalnızca have, has, had-də bin artırılır. To be-də isə bin artırılmır. Qaldı B və D variantımız. Were stolen yoxsa was stolen. Belə olduqda were cəmdədir, was təkdədir. Biz baxırıq mübtədamıza. A lot of money, çoxlu pul. Pul sözü sayıla bilmir və hər zaman təkdədir. Buna görə olacaq xəbərimizdə tək was-la, yəni cəm were-lə götürə bilmərik. 6-cı sualda dressed by Xəlafova. Deməli, next week artıq zaman zərfimiz bizə verilib. Next week, yəni gələn həftə bilirik ki, gələcək zamandır və gələcək zamanda will-lə olur. Will məchul növdədir, ona be artırırıq. Will be demonstrated. Y variantı elə açıq-aydın verilib, doğru cavabdır. 7-ci sualda who the dishes by? Qablar kim tərəfindən yuyulub? Bizə belə bir sual verib. Baxın, burada dishes sözü cəmdədir. Mübtədamızdır bizim. Deməli, daha doğrusu tamamlığımızdır. Dishes tamamlığımız cəmdə olduğu üçün biz xəbəri ona uyğunlaşdırmalıyıq. Yəni was olmaz, təkdir, has olmaz, təkdir. Qalır have, had, were. Feilimiz 3-cü formadadır. Washed verilib. A və C variantına baxın, have, had, has işləndiyi vaxt biz ora gərək been artıraq məchul növdə. Have been washed və yaxud had been washed deməliyik. Qalır bircə D variantı. Bu da keçmiş sadə zamandadır. Yəni zaman zərfi verilməsə də digər variantları çıxıb, qrammatik cəhətdən onları çıxıb yerdə D variantını saxlaya bilərik. 8-ci sualda how many sheep? How many sheep? Yenə baxın, cəmdədir. Cəm olduğu üçün xəbərimizi də cəm götürməliyik. Yəni was, has olmaz. Qaldı A və C variantı. Bunların ikisinin arasından da seçə bilərik ki, bayaq dediyim kimi have been olacaq. Yəni binsiz məchul növdə işlənmir. 9-da the roof of the house off by the wind. Külək tərəfindən evin damı, mübtədamız roof damdır, təkdədir. Yəni have buradan çıxılır artıq. Have və yanlışdır. B variantında has blown yox, has been blown olsaydı doğru idi. Qaldı A və C variantı. A variantı sadəcə keçmiş sadə zamandadır. Yəni məchulda deyil. Məchul olması üçün biz was blown deməliyik. Yəni C variantımız doğru olacaq. C variantında was blown keçmiş sadə zamanı bildirir. To be üstəgəl participle 2 forması verb 3 formasına, yəni quruluşuna əməl olunub. Çünki cümlənin tərcüməsindən də baxıb görürük ki, burada evin damı, baxın, by the wind, külək tərəfindən uçdu olmaz. Külək tərəfindən uçuruldu. Ona görə was blown, yəni məchul növdən istifadə edirik. 10-cu suala baxırıq. 10-cu sualda bizdən məchul növdə olan cümlələri istəyir. Baxaq birinci cümləyə. Was the meal cooked by father tasty? Ata tərəfindən hazırlanmış, bişirilmiş yemək dadlı idimi? Baxın, bu cümlədə the meal cooked by father was tasty. Yəni, buradakı was tasty sifətinə aiddir. Was cooked-a aid olan bir to be feili xəbər deyil. Ona görə bu cümləmiz bizim məchul növdə sayılmır. Həm də baxırıq ki, cümlənin sonu tasty sifətlə bitib.
Və cümləni təsdiq formaya çevirəndə də artıq məchulluq görmürük. Belə olan halda bu cümlələr məchul növdə sayılmır. İkinci cümləyə baxaq. Well, the test made yesterday looked through carefully. Aha, bu cümlədə isə artıq deməli the test made yesterday were looked through carefully. Dünən hazırlanmış testlər were looked through. Yəni nəzərdən keçirildi. Artıq burada were aiddir looked through-ya. Yəni were looked through bizim məchul növdə olan xəbərimizdir. Nəzərdən keçirildi, baxıldı. Ona görə 2 doğru cavab sayılır. Həmçinin üçüncü cümlədə baxaq. Has Onur been away for a long time? Onur deməli uzun vaxt has been away, yəni uzaqda olub. Buradakı fe'ilimizdən görürük ki, uzaqda olmaq bu artıq məchulluq daşıyan bir fe'il deyil. Yəni məchul məna daşımır bu fe'illər. Has been away yəni fe'ilin özü məchulluq məna bildirmir. Ona görə yanlışdır. Həmçinin mübtədamız da var artıq. Burada mübtədanı yazıblar. Yəni Onur uzun vaxt burada olmayıb, uzaqda olub. Yəni məchulluq bildirən bir məna yoxdur burada. Məlumdur artıq ki, Onur olmayıb burada. Ona görə bu da məchul növdə sayılmır. 4-də were they offered a wide choice of countries to travel? Deməli, onlara səyahət etmək üçün çox geniş seçim ölkələr təklif olundu mu? Bu doğrudur. Were offered, yəni təklif olundu. Onlara təklif olundu. Bu, yəni məchul növ quruluşunu saxlayır özündə. Doğru quruluşdur. 2 və 4 D variantı doğru cavablardır. 11-də Nigar was surprised at his manners. Deməli, Nigar, baxın, məchul növdə olan cümləni istəyir bizdən. Elə biz xəbərlərə baxıb bunu görə bilərik. Əgər xəbərimiz belə deyək, vasitəsiz nitqdədirsə, bu zaman həmin cümlə məchula keçirə bilir. Yəni özündən sonra tamamlıq istəyən fe'illər məchulda olur. Lakin tamamlıq istəməyən fe'illər onlar məchulda olmur. Məsələn, was surprised, təəccübləndi. Yəni biz buna kimi, nəyi, kimə, nəyə bu kimi sualları verə bilmərik. Yəni özü təəccübləndi Nigar, məchulda ola bilməz. B variantında baxın, afraid of, qorxdu. Bu da məchulda ola bilməz. C variantı were pleased, məmnun idi. Bu da yəni məchul ola bilməz. Özü məmnundur. D variantında has been signed. Aha, sign imzalamaq. İmzaladı. Nəyi? Aha, burada nəyi sualını verə bilərik. Ona görə kimi, nəyi, kimə, nəyə suallarına cavab verən fe'illər məchul növdə olur. Elə fe'ilin özünə baxaraq, fe'lə tərcümə edib ona sual verərək bilə bilərik ki, bu məchulda ola bilər, yoxsa ola bilməz. E variantında da this is the last examination held. Aha, hold olub held, keçirildi. Keçirildi harada sualına cavab verər. Yəni dediyimiz o suallara cavab verə bilmir. Baxırıq 12-ci suala. Yenə məchulda olan cümlələri istəyir bizdən. Birə baxın, she was tired, sleepless. O yorğun idi, yuxusuz idi. Yəni burada məchulluq heç bir şey yoxdur. 2-də was talented, istedadlı idi. Yox. Baxın, to be-dən sonra sifət işlənib. Bu yəni məna cəhətdən də məchulluğu heç bildirmir və quruluş cəhətdən də to be üstəgəl fe'lin 3-cü forması olmalıdır. Bu 2 variantda isə fe'llər yox, ümumiyyətlə sifət verilib. 3 və 4 böyük ehtimal doğru cavablar olacaq. Baxırıq 3-ə. Baxın, öyrədilmək. To be üstəgəl verb 3 verilib. Burada teach fe'linin 3-cü forması doğrudur. 4-də də was cooked. Baxın, bu da to be üstəgəl verb 3 bişirildi. 3 və 4 doğru cavablardır. 13-də bunlar artıq eyni tip suallardır. I have never been to Italy. Heç vaxt demək İtaliyada olmamışam. Yəni be olmaq fe'li məchul növdə olmur. İkinci cümlədə itlər trained, yəni məşq edildi bələdçi tərəfindən. Doğrudur. To be üstəgəl verb 3 var və trained
Deməli, kimsə tərəfindən məşq edilmək mümkündür, məchul növdə olur. Üçüncü cümlədə the walls are full of advertisements. Divarlar reklamla doludur. Burada yəni heç məchul növ quruluşu yoxdur. Tərcüməsindən də görürük və yaxud da full of feilindən də başa düşürük ki, yəni dolu olmaq məchul növdə olan bir feil deyil. Dördüncü cümlədə was invited, dəvət olundu. Dəvət olundu kim tərəfindən? Sualını buna verə bilirik. Yəni məchul növdə sayılır. 2 və 4 B variantı doğru cavabdır. 14-də yenə feillərimizə baxırıq. Was surrounded, yəni əhatəyə alındı. Kim tərəfindən deyə bilərik. He was arrested, həbs olundu. O həbs olundu. Kim tərəfindən? Bax yazıb by the police, polis tərəfindən. Bu da məchul növdədir. 1, 2 elə doğru cavabımızdır. 3-də baxın. Were glad, şad idi. Yəni glad sifət gəlib özündən sonra yanlışdır. 4-də də həmçinin baxın was late, gecikmişdi. Late gecikmək sifətdir. Yəni özündən sonra sifət gəlib. Bu da həmçinin məchul növ ümumiyyətlə sayılmır. 15-ci sualda bizə sual cümləsini məchul növə deməli keçirmək istənilir. Gəlin baxaq. Deməli cümləmizin birinci baxırıq zamanı diddir, yəni keçmiş zamandadır. Bizə ya was ya were lazım gələcək. Bütün variantlarda was were verilib. Did they throw the litter? Deməli throw bizim xəbərimizdir. Atdı. Atdı nəyi? Zibili. The litter bizim olacaq bu cümlədə məchuldakı mübtədamız. Yəni when daha sonra litterə görə biz was götürməliyik, were olmaz, litter təkdədir. Was the litter? Been olmaz. Was been olmur. Have, has, had been olur. Qaldı B və Y variantımız. Was the litter thrown? Baxın burada them yazılıb sonda. Bunlara həmişə fikir vermək lazımdır. Bizim bu they mübtədamızı, onları cümlənin axırında gətirib them formasında yazırlar. Bu isə çox yanlışdır. Bunu biz by them formasında yazmalıyıq hər zaman. Sadəcə they cümlənin sonunda them olaraq gələ bilməz. Əvvəlki suallarda da var idi belə bir tapşırıq. Yəni bu formada tək başına işlənə bilməz. Çünki zibil atıldı olur onlara. Onlara yox. Onlar tərəfindən zibil atıldı. By them, yəni buradakı sondakı bylara fikir verin ki, by them mütləq işlənsin. Bysız elə belə them yazmaq olmaz. 16-da our soldiers could free our lands. Bizim əskərlərimiz torpaqlarımızı azad edəcək. Deməli, əskərlərimiz mübtədadır. Free azad etmək xəbərdir və xəbərdən sonra gələndə tamamlığımızdır. Məchul növdə tamamlıq keçməlidir cümlənin qarşısına. Yəni our lands keçməlidir cümlənin əvvəlinə. Və could bizim modal feilimizdir. Modal feillər özündən sonra be istəyir. Yəni could be freed 3-cü formada. Our soldiers, by our soldiers. Təbii ki, by ilə olacaq. 15-ci sualda dediyim kimi, əgər bu qabaqdakı mübtədanı our soldiers sözünü cümlənin axırına gətirmək istəyiriksə, onu by ilə deyəcəyik. Ya by ilə verilməlidir, by our soldiers, ya da ümumiyyətlə bu söz yazılmaya da bilər. 17. Nobody heard anything of John again. Deməli, Johndan heç kim heç nə eşitmədi. John haqqında. Deməli, gəlin baxaq. Bu artıq bizim inkar cümləmizdir. Heard keçmiş zamandadır. Bizə keçmiş zaman lazımdır. Keçmiş zamanın to be feili. Baxın, burada had var, olmaz. Was been olmur heç vaxt. Nobody qalsın cümləmizin əvvəlində. Daha doğrusu nobody qala bilməz. Nobody bizim mübtədamızdır. Eyni mübtəda gəlib yenidən məchul növdə eyni ilə qala bilməz. Yəni nobody-ni nobody olaraq saxlaya bilmərik.
tamamlığımız keçməlidir cümlənin əvvəlinə. Yəni tamamlığımız burada anything-dir. Anything tamamlığımızdır. Bu iki cür cümlənin əvvəlinə keçə bilər. Ya anything olaraq keçəcək, cümlədə inkarlıq olacaq, ya da nothing olaraq keçəcək və cümləmizdə başqa bir yerdə inkarlıq olmayacaq. Baxın, elə C variantımız qalır yerdə. Anything, nothing olaraq keçdi cümlənin əvvəlinə. Keçmiş zamanımız heard oldu, was heard. Of John again. Sonda biz by anybody yaza bilərik. Əgər istəsək, yəni by anybody əlavə edə bilərik və yaxud da yəni bu nobody-ni heç cür əlavə etməyə də bilərik. 18-də hansı cümlələr məchul növə çevrilə bilir? Tamamlığı olan cümlələr məchul növə çevrilir. Baxırıq. Gəlin xəbərlərimizə baxaq. Deməli change, affect, fell, help. Aha. Deməli hansı çevrilə bilir deyir bizə. Birinci cümlədə change dəyişmək, dəyişmək deməli hava dəyişiləcək. Hava dəyişiləcək. Cümləmizdən baxırıq ki, hava dəyişiləcək. Yəni bu kimsə tərəfindən edilə biləcək bir işdirmi? Xeyr. Hava durumu belə deyək, özü dəyişir. Hərəkət öz üzərində icra olunur. Yəni kimsə tərəfindən bu artıq elə bir şeydir ki, dəyişilə bilməz. Lakin başqa bir mənada bir feil olsaydı, desəydim ki, test nəticələri müəllim tərəfindən dəyişdiriləcək. Bu zaman bunu məchul növ kimi, yəni məchul növə dəyişmiş forma kimi götürə bilərdik. Belə cümlələr dəyişə bilərdi. Lakin hava dəyişəcək deyiriksə, bu cümlə yəni dəyişilə bilməz, məchul növdə ola bilməz. İkinci cümlədə affect kimsə təsir etdi onun düşüncələrinə. Təsir etdi nəyə? Onun düşüncələrinə. Məchul növdə də belə olacaq ki, onun düşüncələrinə təsir olundu kimsə tərəfindən. Yəni bu məchul növdə olur. Üçüncü cümlədə uşaqlardan biri çaya düşdü. Düşdü haraya? Çaya. Yəni bu da kimsə onu çaya atdı desəydim, bu zaman kimsə tərəfindən çaya atıldı deyib məchul növ kimi elə götürə bilərdik. Lakin bu cümlə özü düşür çaya, yəni məchul növlük məna vermir bizə. Dördüncü cümlədə the professor helped the student. Professor şagirdə kömək etdi. Kömək etdi kimə? Şagirdə. Şagirdə professor tərəfindən kömək edildi. Baxın, bu artıq məchulda ola bilən cümlədir. Yəni feilimizdən də başa düşə bilirik bunu. Cümlədən də tərcümə edib də daha yaxşı anlamaq olur ki, məchul növə dəyişmək olur. 19-cu sualda burada artıq bizdən dəyişilə bilməyənləri istəyir. Yenə gəlin baxın feillərimizə baxaq. Burada baxın 3-cü cümlədə happen feili var. Happen baş verməkdir. Baş vermək feili bu əzbər olaraq öyrəndiyimiz feillərdəndir ki, məchul növə heç vaxt keçirilmir. Yəni happen baş vermək öz üzərində olan bir hərəkətdir. Deyirəm ki, nəsə hadisə baş verdi və yaxud da bu soyuq qış gecəsi baş verdi. Heç vaxt deyək ki, məchul növdə işlənə bilmir. Ona görə 3-ü biz dəyişilə bilməyən cümlə kimi götürürük. Həmçinin 4-cü cümlədə də come, gəlmək, baxın, bu da məchul növdə ola bilmir. Yəni, gəlmək kimsə tərəfindən olunacaq bir şey deyil. Özü gəlir, şəxsin özü gəlir. Mən deyir, partiyə gəldim. 1 və 2-də isə open, açdım, nəyi? Qapını. Və yaxud da help them, deməli, kömək etdim. Kimə? Onlara. Bu cümlələri həm öz dilimizdən, həm də ingilis dilindən məchul növə çevirə bilərik ki, deməli, darvaza oğlan tərəfindən açıldı və yaxud onlara kimsə tərəfindən kömək edildi. 1 və 2 yanlış cavab, yəni dəyişilə bilən cümlələrdir. Bizə dəyişilə bilməyən cümlələr lazımdır.
Ona görə 3 ilə 4 Y variantını götürürük. 20-ci sualda məchul növdə olan cümlələri istəyir artıq bizdən. Gəlin baxaq. Baxın, 1 və 2-ci cümlədə sadəcə fərq burada the article-dır. Bunu qısaca belə deyə bilərəm ki, əgər the article varsa, o məchul cümlə sayılmır. Belə deyək qısaca. Yəni 1 doğrudur, 2 yanlışdır. Niyə? Cümlələri təsdiqə çevirsək əgər, birinci cümlə olacaq ki, this jackets were made of silk. Bu jaketlər ipəkdən hazırlanıb. Məchul növ quruluşunu verir. Lakin ikinci cümləni dəyişsək, deməli, the jackets, daha doğrusu, the jackets were made of silk. Deməli, this were olacaq. This burada mübtədamız olacaq. Were xəbərimiz olacaq. Yəni bunlardır. The jackets made of silk. İpəkdən hazırlanmış jaketlər. Bunlardır ipəkdən hazırlanmış jaketlər. Made of silk məchul cümlə quruluşunu artıq bizə verməyəcək. Yəni məchul cümlə olması üçün to be üstəgəl participle 2 lazımdır. Yəni were aid olmalıdır made-ə. Burada ikinci cümlədə isə made sözünə aid deyil. Yəni ən qısa yolu odur ki, the article, ümumiyyətlə belə article verilirsə, o artıq yanlış sayılır. Həmçinin 3 ilə 4-də də görürük ki, 3-də the article var, ona görə o da yanlış sayılacaq. 4 doğrudur, 1 və 4 doğru cavablar olur. 21-də cümlənin sonunda deməli yet var. Yet zamanlardan bilirik ki, indiki bitmiş zamanla işlənir. Yəni have, has-lə və inkarı ilə hasn't. Məchul növdə də have, has, had been-lə işlənməlidir. Yəni hasn't been settled Y variantı doğru cavabdır. 22-də cümlənin sonunda last year verilib, keçən il, keçmiş zamandadır. Ona görə are, is getdi. Imported sadəcə keçmiş sadə zamandır. Məchul növdə deyil. Bizə məchul növ lazımdır. Ona görə was, were-yə baxırıq. A lot of cotton. Cotton pambıq, pambıq sayıla bilmir. Ona görə xəbərimiz olacaq was imported. 23-də you should check the test before publishing. Bizim burada should modal feilimiz var. Modal feillər be ilə işlənəcək. Yəni should be olmalıdır. Baxın, should be və check feilimiz də 3-cü formaya gəlməlidir. Yəni should be check yox, should be checked olmalıdır. Y variantı səhvdir. Should be checked. Aha. Və you yenidən you olaraq qala bilməz. The test keçməlidir cümlənin əvvəlinə. Tamamlığımız əvvələ keçir. The test should be checked before publishing. Baxın, burada you-nu ortaya atıblar. Lakin biz əvvəl də dedik ki, bu qabaqdakı mübtədamız əgər cümlənin sonunda məchul növdə gəlirsə, bu mütləq by ilə işlənməlidir. By you desəydik, doğru idi. Amma demədiyimiz üçün artıq o da yanlış cavab sayılır. A variantı doğrudur. 24-də 24-cü sualda məchul növdə olan cümləni istəyirik yenə bizdən. Baxırıq. Birinci cümlədə all the presentation were translated. Aha, were translated tərcümə olundu. Deməli, into English, ingilis dilinə. Doğrudur, doğru quruluşdur. Yəni, səhv görünmür, yoxdur. İkinci cümlədə Nigar is interested in graphic designing. Aha, to be interested in. Baxın, bu məchul növ deyil, təbii ki. Bu bizim feilimizdir. To be ilə işlənən ifadələrdə var ki, to be interested in, maraqlanmaq. Üçüncü cümlədə he was awarded, düzdür, o mükafatlandırıldı. Yenə to be üstəgəl participle 2 formasına əməl olunub. Dördüncü cümlədə they will gather all the news about him. Deməli, onlar topladılar bütün xəbərləri onun haqqında olan. Onlar topladılar. Topladılar nəyi? Baxın, mübtədamız onlardır. Have gathered xəbərimizdir. Nəyi? Bütün xəbərləri. Bu cümləmiz məchul növdə deyil, məlum növdədir. Bunu məchula keçirsəydik, belə olacaqdı ki, all the news
Birinci bu. Have been gathered. Have been gathered. Deməli, about him əlavə edə bilərik. Və sonda da by them olaraq məchul növə keçirə bilərdik. Amma artıq burada məlum növdə qalıb, məchula keçirməyiblər. 1 və 3 doğru cavabımız olacaq B variantı. 25-də we have many experienced workers deməli. Məchul növdə olan cümləni seçməliyik. Bizim çoxlu təcrübəli işçilərimiz var. Məlum növdə olan bir cümlədir. Yəni bizim var işçilərimiz, biz mübtədadır, var xəbərdir. Yəni məchulluq heç bir məna cümlə quruluşu yoxdur. İkinci cümlədə deyir ki, you'll work with this fixed timetable. Sən düzəldilmiş cədvəllə işləyəcəksən. Sən işləyəcəksən. You will work. Bu da həmçinin məchulluq yoxdur burada. Yəni work feili işləmək məchul növdə ola bilmir. Qalır yerdə 3 və 4. Üçüncü cümlədə was accused doğrudur. To be istəgəl participle 2 quruluşu var. Həmçində were grown. Burada da yəni məchul növün quruluşuna tam əməl edilib. Məna cəhətdən də həm də forma olaraq məchul növdədir. Yəni baxırıq 26-cı suala. Burada bizə cümləni məchul növə çevirin deyir. Baxın, they sent him to Amsterdam on business. They burada mübtədamızdır. Send xəbərimizdir. Onlar göndərdi. Göndərdi kimi? Him. Onu. Haraya? To Amsterdam on business. Bunlar artıq zərfliyimiz olur. Lazım deyil bizə. Bizə əsas lazım olan tamamlıqdır. Yəni him. Çünki məchul növdə tamamlıq keçir cümlənin əvvəlinə. Himi keçiririk cümlənin əvvəlinə, amma him olaraq keçmir. Təbii ki, o he olaraq keçəcək. Yəni şəxs əvəzliyi olaraq. Onu deyirsə, biz onu o kimi, yəni he kimi cümlənin əvvəlinə keçirməliyik. Send indiki zamandadır. İndiki zamanda olduğu üçün indiki zamanın to be feilini yazmalıyıq. Yəni was olmaz, is olacaq. He is sent to Amsterdam on business. Baxın, them bir var ortada verilib, bir də var ki, sonda by them olaraq verilib. Təbii ki, by them doğrudur ki, onlar tərəfindən Amsterdama göndərildi. C variantı doğru cavabdır. 27-yə baxırıq. Can't be changed, yəni dəyişilə bilmir məchul növə. Yenə feillərimizə fikir verəcəyik. Baxın, translate tərcümə etmək nəyi? Yəni nəyi sualına cavab verirsə, bunu biz dəyişə bilirik məchul növə. Çinlilər invent, ixtira etdilər. Nəyi? İlk kağızı. Bu da nəyi sualına cavab verdi, dəyişilə bilir. Yerdə 3-4 qaldı. 3-4-də baxın, it was cold. Deməli, a cold and terrifying evening. Soyuq və dəhşətli bir axşam idi. Yəni məchul məna verəcək heç bir şey yoxdur burada. Həmçinin 4-də də his proposal was unexpected. Onun təklifi gözlənilməz idi. Burada da yenə, yəni məchul növ mənasını verəcək was unexpected deyil. Unexpected gözlənilməz. Necə? Sifətdir. Yəni to be üstəgəl sifət yazılıb burada. To be üstəgəl participle 2 feil verilməyib. Ona görə də 3-4 yanlışdır. D variantını götürürük. 28-də this lake by ice every winter. Every sözündən bilirik ki, bu indiki zamandadır. Yəni is-lə are qala bilər. Qalanları yanlışdır. Is covered, are covered. This lake tək olduğu üçün təbii ki, burada da cavabımız olacaq is. Yəni mübtədamız tək, xəbərimiz tək. 29-da Gülhane Hospital by him twice a year. Twice a year yenə bizə zaman zərfimizi verdi. İldə 2 dəfə. Bu indiki zamandan işlənir. To be feilimizə baxmalıyıq yenə. Baxırıq. Has been yoxdur. Was keçmişdi. Olmaz. Visit bu sadəcə indiki sadə zamandadır. Məchul növdə deyil. Qalır A və Y variantı. Gülhane Hospital tək olduğu üçün biz də izlə götürməliyik cavabımızı. A variantı doğrudur. 30-cu sualda by yesterday. Deməli, dünənə kimi. Ümumiyyətlə zamanlardan artıq öyrənmişik ki, by yesterday keçmiş, bitmiş zamandan işlənir. Yəni, hadlə
Had olan cavabı saxlayırıq. Məchul növdə də olduğu üçün biz ora had been deməliyik. Adi hadlə olmaz. Doğru cavab olur D variantı.